Müəllim, əl qaldıraq, yoxsa birbaşa çata ataq? Çata yazsanız daha yaxşı olar. Müəllim, bir də o bayaqki perpendikulyar işarəsini necə qoya bilərəm? Onu məsələn biz fərqli bir işarə kimi qoyurduq. Məsələn, n yaza bilərsiniz işarənin yerinə. Düşünürəm ki, artıq qısa bir izah edim. Sonra isə chat bölməsində olan yanlışların üzərindən biraz daha keçmək fikrim var. İlk öncə deyir, A və B qarşılıqlı sadədir. Fikrini formal bir riyazi işarə ilə necə ifadə etmək olar? Hətta biraz öncə xatırlayırsınızsa dedim ki, iki cavab var. Biri bir funksiya tipli belə deyək bir cavabdır. Əslində funksiya deyil, amma funksiyaya bənzəyir. Digəri isə bir sadəcə işarə ilə. Biraz öncəki məsələn qaydamızı xatırlasanız, bu işarənin özünü demişdik. Bu işarə bizə deyir ki, A və B qarşılıqlı sadədir. Bizim sualımızda isə deyir ki, A ilə B qarşılıqlı sadə olsun. Yəni elə əslində eyni şeyi soruşur. Yəni bizim cavabımız qısaca A bu işarə B'dir. Və yaxud bunun başqa bir yolu da var idi. Abob AB bərabərdir 1 kimi yazaraq. Çünki bilirsiniz ki, bayaq öncə dediyim kimi, qarşılıqlı sadə ədədlərdirsə, onların hər ikisinin də bölündüyü ən böyük rəqəm 1-dir. Yəni bu istisnasız olaraq hər zaman belədir. Növbəti olaraq sualımız deyirdi ki, ardıcıl 2 natural ədəd, məsələn n və n plus 1 həmişə qarşılıqlı sadədir. Bəli, hər zaman qarşılıqlı sadədir. Gəlin bunu daha bir fərqli yolla deyək. Məsələn, biz acı 2 rəqəmindən tutsaq, 2 rəqəmi, yəni 2-yə bölünən rəqəmlər hər zaman 2-2 artır. 2, 4, 6, 8 və s. 3-ə bölünən ədədlər isə 3, 6, 9 və s. Gördüyünüz kimi hər zaman 3-3 artır. Və bu da hər zaman 2-2 artır. Məsələn, 7-yə bölünən ədədlərsə hər zaman 7 yerdə artacaq. Çünki məsələn 7 vur 2, 7 vur 3 hər zaman aralarında bir özləri nisbətində fərq olur. Və bizdən soruşulur ki, n və n plus 1-ə biz baxaq. O zaman biz nəyə diqqət edə bilərik? Məsələn, 2 ilə 3 və yaxud 3 ilə
4. Bunların hər birinin arasında bir rəqəm var. Ancaq bunların hər ikisinin də ortaq bölünə bilməsi üçün aralarındakı rəqəm fərqi daha çox olmalıdır. Və yaxud belə qısaca desək, aralarındakı fərqləri bu rəqəmə bölünməlidir. Məsələn, bunu belə də izah edə bilərəm də. 6 rəqəminin də 4 rəqəminin də 2-yə bölündüyünü bilirik və aralarındakı fərq 2-yə bölünür. Və yaxud 16 rəqəminin də olsun, məsələn, 6 rəqəminin də 2-yə bölündüyünü bilirik. Aralarındakı fərq yenə 2-yə bölünür. Yəni, bu istisnasız olaraq belədir. Çünki ədədlərin özlərinin də bölünə bilməsi üçün hər ikisinin onların fərqinin də bölünməsi lazımdır. Çünki fərqin də nisbəti var. Bir növbəti sualda əslində bunu daha da belə deyək, elmi dildə izah etmiş oluruq. Yəni, bunu daha belə aydın dillə izah etməyə çalışsam, ardıcıl gələn iki natural ədəd aralarındakı fərq çox az olduğuna görə hər zaman qarşılıqlı sadədir. Hər ikisinin də ortaq bölündüyü bir rəqəm ola bilməz. Və növbəti sualımızda da deyir ki, əgər iki ədədin ortaq böləni yalnız 1-dirsə, onların əbobu nəyə bərabərdir? Yəni, bir çoxunuzun təxmin edə biləcəyi kimi, əbobun özü də 1-ə bərabərdir. Çünki biz biraz öncə nə demişdik? Qarşılıqlı sadə ədədlər A, B formasında da göstərilə bilir. Əbob 1 formasında da göstərilə bilir. Çünki ən böyük hər ikisinin bölündüyü rəqəm 1-dir. Və burada da elə həmin sualların izahı əbob AB və yaxud bu formada göstərilir. Bəli, həmişə qarşılıqlı sadə olurlar. İkinci sual idi bu arada. Çünki n və n plus 1 aralarındakı fərq 1 olduğundandır. Onların birdən başqa ortaq böləni ola bilməz. Və əbob AB-də, yəni hər iki rəqəmin ortaq böləni 1-dir. Çünki bunlar onların qarşılıqlı sadə olmasının fundamental tərifidir. Yəni, belə deyə bilərik də. Biz biraz öncə dediyimiz kimi iki qarşılıqlı ədədin ən böyük böləni 1-dir. Bunu bir daha təkrar etmək istədim. Və çat bölməsinə baxaq. Düşünürəm ki, kifayət qədər yaxşı cavablarınız var. Əgər hər hansısa bir bölmə, sual və yaxud bir işarə fərqi yoxdur. Nə olursa olsun, əgər sualınız olarsa, yəni səsli açıb deyə bilərsiniz, chat bölməsinə də davamlı baxmağa çalışacağam, orada yaza bilərsiniz. Və növbəti qaydamız nə deyir? Deyir ki, əgər D, bir də bu işarəni biz keçən dərs demişdik, bir dəfə də xatırlayaq. Məsələn, D, M. Bu o deməkdir ki, D, M-ə qalxısız bölünür. Yəni, bu sadəcə o demək. Çox qısa və konkret. Əgər D, M yazılıb, yəni D, M-i bölürsə, onda M, D vur K1 şəklində yazıla bilər. Bu, niyə belədir? Məsələn, belə deyək də, D-ni M tam formada böləndə, buradakı cavab fərz eləyək ki, K1 qalıb. D bu tərəfə keçdiyi zaman M-imiz K1 vurulsun D olacaq. Bu şəkildə yazıla bilər. Burada K1 tamdır. Niyə? Çünki biz dedik ki, D M-i tam bölür. Eyni qayda ilə, əgər D N-i də bölərsə, yəni bizim D-imiz başqa bir N-də də olarsa, bu o deməkdir ki, bizim N-imizə D-imiz yenə bölür. Yəni, N-imiz D vurulsun K2-dir. Və burada da eyni formada göstərilib. Və burada K2 də yenə tam ədəddir. Niyə? Çünki D N-ə tam bölür. Bölmənin əsas xassəsi buradan gəlir. Yəni, belə deyək də, biraz daha inkişaf etdirdikdə anladığımızı. Əgər D iki ədədə də, M-ə də, N-ə də bölünürsə, onda D həmin ədədlərin istənilən tam əmsallı xətti kombinasiyasına da bölünür. Yəni, məsələn, bu formada. Bu cümləni biraz biz daha sadələşdirək. Biraz, məsələn, daha belə asan dildə desək. Bizim D-nin yerinə gəlin bir kəmiyyət qoyaq da, D-imiz 5 olsun. M-imiz 25 olsun. Və N-imiz də 15 olsun.
Mən 25-i nəyə vursam, məsələn K1 istənilən bir rəqəmə vursam, bu yenə 5-ə bölünəcək. Mən N-i nəyə vursam, fərqi yoxdur. Yəni 15-i demək istəyirəm də. Yəni bunun yerinə məsələn 15 qoymuşuq çünki. Mən 15-i nəyə vurarsam, o yenə 5-ə hər zaman bölünür. Bu istisnasızdır. Və buradan alınan cavab da tamdır. Buradan alınan cavab da tamdır. Deməli ki, bizim 40 bir də daha sadə yazım, toplayım məsələn. 25 ortaq məxrəc edirəm də, belə deyim. Bununla bu ikisini ortaq məxrəc edək. 25 plus 15 bölünsün 5 K1 K2. Bizim bu ifadəmizdə 5-ə bölündüyünə görə, yəni bizim hər iki dəyişənimizdə D-yə tam bölündüyünə görə, nə olursa olsun, onları nəyə vurub, nəyə bölərəksə fərqi yoxdur. Hər bir halda tam bölünürlər. Sualın üzərində məncə daha yaxşı praktika ilə izah edə bilərik. Sualımızda deyir ki, D M-ə və D N-ə tam bölünür. Onda D 5M-2-yə tam bölünər ifadəsi doğrudurmu? Düşünürəm ki, 3 dəqiqəlik bir pul edək. Zəhmət olmasa 23-ə qədər cavablarınızı çat bölməsində və yaxud da ki, səslə deyə bilərsiniz, əgər xüsusi bir izah etmək istəyirsinizsə. Mən tam dəqiq bilmirəm. Bu qaydanın izahını anlaya bildiniz, yoxsa yenidən edin? Bir daha istəyirsiniz izah edeyim. Yəqin ki, internet problemindən dolayı onlar işləyilməyib. Aha. Bir daha deyək. Bizim bir D dəyişənimiz var. Keçən dərs dediyimiz kimi M-ə tam bölünür. Yəni D M-i bölür. O zaman D-ni biz M-i biz D vurulsun K1 şəklində göstərə bilərik. Yəni M burada deyilir ki, D-yə böldükdə tam bir cavab alınır. Biz buna gəlin K1 deyək. Və D1 isə bu tərəfə keçirək. Bu zaman D vurulsun K1 M-ə bərabər olur. Bu zaman biz görürük ki, M-imiz D-mizə və K1-imizə tam bölünür. Gəlin eyni növbəti hissəsinə baxaq qaydanın. Eyni qayda ilə deyir ki, D N-ə də bölünür. Yəni, bu o deməkdir ki, N bölünsün D bərabərdir K2. Bu zaman yenə D-ni keçirək bu tərəfə. Bizdə alınır ki, bu səfər N bərabərdir D vurulsun K2. Yəni bizim həm N-imiz, həm də M-imiz D-nin bir nisbətidir. Bizə qaydanın əsas məqsədi budur ki, bu əslində bölünmə xassəsidir. Yəni, D ədədinin bölündüyü rəqəmlər yalnızca N və M-dən də kifayətlənmir. Onların istənilən nisbətinin vurulub, bölünüb, çıxılmasından da yaranır. Necə? Gəlin, biraz daha aydın izah edək. Biz başa düşdük ki, M bərabərdir D vurulsun K1. N-də bərabərdir D vurulsun K2. Gəlin, biz bu formada yazaq. Biz M-i istənilən bir dəyişənə vururuq. Üstünə gəlirik. N vurulsun başqa bir dəyişən. Biz bunu isbatlamalıyıq ki, bu D-yə hər zaman tam bölünür. Bunu necə yaza bilərik? Bu formada. M-in yerinə buradakı D vurulsun K1-i yazırıq. D vurulsun K1 vurulsun X üstə gəlsin.
n buradakı, yəni ya da buradakını daha yaxşı yaza bilərik. Üstə gəlsin. D vurulsun K2. Yəni vurulsun bir də y. Yəni bizim D-mizin K1-ə vurulub, X-ə vurulması, üzərinə gəlməsi D vurulsun K2 vurulsun y. Bunların hər ikisində də bizim ortaq vurulumuz, yəni D-miz var. Bunu necə yazaq? D K1 vurulsun X, üstə gəlsin K2 vurulsun y. Bizim ortaq D vurulumuzun olduğunu gördük. Yəni bizim ifadəmizin D bir parçasıdırsa, biz onu hər zaman ixtisar edə bilərik. Necə ki, buradakı D kimi. Yəni bizim ifadəmiz qısaca D-yə hər zaman tam bölünür. Yəni bizim D-mizin 2 dənə bölünən ədəd varsa, bu zaman hər iki ədədi də istənilən bir nisbətə vuranda, onları toplasaq da, çıxsaq da fərq etmir, hər zaman D-yə bölünürlər. Çünki D onların ortaq bölənidir. Yəni, deyək, əbubu olmasını dəqiq deyə bilmərik, çünki bəlkə 2 nisbətinə də bölünür. Ancaq yaxın bir rəqəmlərdəsə və yaxud D-nin 3-4 qatı deyilsə, adətən ki, D-miz həm M-in, həm N-in əbubu olur. Gəlin, bunu məncə sualın üzərində daha yaxşı izah edək. Daha bir çox sualımız var, məncə pol etməsək də olar və düşünürəm ki, bu kifayət qədər düşündürücü də sualdır. Bizə deyir ki, DM və DN olarsa, bu ifadənin doğru olduğunu tapın. Yəni, M ədədimiz D-yə tam bölünürsə, N də D-yə tam bölünürsə, onda 5n-2n-in D-yə bölündüyünü isbatlayın. Bunu necə edə bilərik? M bərabərdir D vurulsun bir X. Bəli, buyurun. Müəllim, mən burada M-in yerinə DK1 qoydum, N-in də yerinə DK2 qoydum. Sonra da yerinə yazaraq mərkəzi xaricində D-yi çıxartdım. Bu da demək ki, D-yə bölünür. Aha, tamamilə doğrudur. Hər kəs yoldaşını başa düşdü, yoxsa istəyirsiniz bir əl üzərindən keçim? Tamamilə doğru dediniz. Yəni, biz qısaca D-yə məsələn K1 qoyaq. Burada M-i D-yə bölməsi D vurulsun K1 edir. Və bir də N-ə biraz öncəki kimi D vurulsun K2 yazaq. Biz 5M minus 2N yazdıqda 5 vurulsun D vurulsun K1 minus 2 vurulsun D vurulsun K2. Buradan biraz öncə olan kimi bircə dəqiqə daha yaxşı yazmağımı ümid edirəm. D-ni mötərizə xaricinə çıxardaq. 5 vurulsun K1 minus 2 K2. Buradan yenə gördüyünüz kimi D ortaq vuruqdur. Yəni biz bunu mötərizə xaricinə çıxardıb tamamilə ixtisar edə bilərik. Yəni sadəcə bu ifadədən biz D-ni də çıxarda bildiyimizə görə və bunun da tam ədəd olduğunu, çünki bizim K1 və K2-miz tam ədəddir. 5 ilə 2 də sadəcə bir vuruq olduqlarına görə bu ifadə hər zaman belə deyək, tam ədəddir. Yəni, bu da isbatlandı. Və burada da həlli M D-yə bölünür. D1 vurulsun K2, N D-yə bölünür. D vurulsun K2. 5M minus 2N kimi yazdıqda da 5 vurulsun DK1 minus 2 vurulsun DK2 və ortaq vuruqda D çıxardır. Yəni, bu formada. 5K2 minus 2K2, 5K1 minus 2K2 hər zaman tam olduğuna görə bu ifadə tamamilə doğrudur. Bu əslində keçən səfər keçdiyimiz bir mövzudur. Əslində ən çətin belə deyək də bu dərsin mövzusu ikinci mövzu idi. Bizdən qısaca deyir ki, tək ədəd ümumi şəkildə n bərabərdir 2K plus 1 şəklində ifadə olunur. Bu arada K-mız tam ədəddir. Cüt ədəd isə n bərabərdir 2K kimi yazılır. İsbat metodu da bildiyiniz kimi bizim bütün cüt ədədlərimiz 2-yə bölünür. Yəni 2-nin özündən tutmur.
1800-ə qədər. Bu əslində daha aşağı siniflərdən sizə tanış olan bir informasiyadır. Ancaq tək ədədləri necə göstəririk? Bizim istənilən bir cüt ədədimiz, məsələn olsun 100, 2-yə böldükdə 50 edir. Və biz 50 x-dir desək, 2k, 2x plus 1-imiz 101 edəcək. Yəni, bizim x-imizin yerinə istənilən bir rəqəm ola bilər. Biz onu ilk öncə cüt edirik. Üzərinə isə 1 gəlib tək rəqəm edirik. Niyə? Çünki istənilən bir cüt ədədin üzərinə 1 əlavə etdikdə bu tək rəqəm alınır. Yəni, tək rəqəmləri 2k plus 1 şəklində, cüt ədədləri isə 2k şəklində göstəririk. Və düşünürəm ki, əslində buna aid çox daha yaxşı suallar və biz əslində keçən səfər bunun bənzərini etmişdik. İstəyirsinizsə, bu dərs buna baxmaya da bilərik. Daha fərqli bir informasiyam da var və yaxud da ki, edə də bilərsiniz, fərqi deyil. Bəli, buyurun. Gəlin qısaca deyim. Sadəcə olaraq yazmaq məncə biraz uzun çəkəcək, çünki biraz bildiyiniz kimi gecikməyimiz oldu. Düşünürəm ki, bu dərsin son sualları daha maraqlıdır. Bizdə deyir ki, əgər n-imiz təkdirsə, onda n kvadratı da təkdir. Yəni 2k plus 1-in mötərizəsinin kvadratı da təkdir. Niyə? Biz burada demişdik, n bərabərdir 2k. Bütün tək ədədlər n bərabərdir 2k plus 1 şəklində göstərilir. Və buradakına da baxdıqda n-imiz 2k plus 1-dirsə, onda n kvadratı da 2k plus 1-in kvadratına bərabər olmalıdır. Əslində bunu siz aça da bilərsiniz. 4k kvadratı üzərinə gəlinsin 2 vurulsun 2k, yəni 4k. Üzərinə gəlinsin 1. Biz istənilən bir rəqəmi cüt və yaxud tək olmasından asılı olmayaraq 4-ə vurduqda cüt edəcək. Biz istənilən bir rəqəmi cüt və yaxud tək olmasından asılı olmayaraq 4-ə vurduqda yenə cüt edəcək. Və bizdə tək qalan rəqəm 1 olduğundan, yəni biz cüt rəqəmin üzərinə 1 əlavə edirik. Belə deyə bilərəm, bu cütdür. Cüt, üstə gəlsin, cüt, üstə gəlsin, təkdir. Cütün üzərinə cüt əlavə edib tək əlavə etdikdə, bu zaman sadəcə olaraq nəticəmiz tək edəcək. Yəni, əslində bu daha aydın yazılır. İsbatlar heç vaxt bu qədər qısa yazılmır. Sadəcə həm asan isbat olduğundan, həm də sürətli keçmək istədiyimdən qısa yazdım. Və burada da daha aydın izahı var. Məsələn, n-imiz 2k plus 1 kimi yazılıb və bunu kvadrata yüksəltdik. 4k kvadratı plus 4k plus 1. Bu zaman, bu da daha yaxşı bir yoldur. Sadəcə mən ayrı-ayrılıqda etdim. Gördüyünüz kimi burada 2-ni mötərizə xaricinə çıxardıblar və 2 mötərizə xaricinə çıxdıqda bu ümumilikdə cüt bir ifadə olur. Niyə? Çünki istənilən bir ifadəni biz cüt olan bir şeyə vurduqda, üzərinə 1 əlavə etdikdə, bu zaman bu tək bir ifadə olur. Və növbəti sualımıza keçək. Və Evklid teoremi. Bu əslində belə bir şey deyir. İstənilən bir isbatı biz əksini iddia edərək etməyimiz mümkün olur. Yəni, hər bir isbatlar buna aiddir, amma elə isbatlar var ki, biz bunun əksini ifadə etməyə çalışmalıyıq. Yəni, əksini fərz etməliyik, belə deyə bilərəm. Və əksini fərz etdiyimiz zaman biz onun, belə deyək də, əksi ilə isbatlayırıq ki, məsələn, mən deyirəm ki, mənə isbatla ki, 10 2-yə bölünür. Sən deyirsən ki, bəs 10 cütdür. Bütün rəqəmlər cütlərə bölünür. Gəl fərz el, bütün cüt rəqəmlər 2-yə bölünür. Gəl biz fərz eləyək ki, 10 tək rəqəmdir. Bəs niyə 2-yə bölünür? Mən bunun əksini deyərək ifadə etdiyim zaman bu Evklid teoremini artıq belə deyək də keçir və tərsini fərz edirik. Bu zaman sadə ədəd yalnız 1-ə və özünə bölünən 1-dən böyük ədəddir. Əslində Evklid teoremi bunu deyir. Sadəcə olaraq Evklid teoremi əksini fərz etmə yolu ilə belə deyək də isbatlanır. Və gəlin məncə sualımıza da baxaq. Məncə bu çox maraqlı bir sualdır. Bizdə deyir ki, sadə ədədlərin sayı sonsuzdur. Bunu isbatlayın. Bu əslində kənardan çox çətin bir sual kimi görsənir. Əslində kifayət qədər də düşündürücüdür, ancaq o qədər də çətin deyil. Çünki çox asan bir yol var.
Kimisə bir ideyası varsa istəyirsinizsə bir poll edə bilərik və yaxud mən birbaşa da izah edə bilərəm. Kimisə bir ideyası var. Məsələn, əgər sonsuzdursa, burada deyir ki, sonsuz olduğunu isbat edin. Biz sonsuz olmadığını nəzərə götürək, f kimi eləyək də bunu. Əgər sonsuz deyilsə, sonuncu sadədir, özünə əvvəlki sadədə vurub üstünə bir gəlsək, necə belə alınacaq? Yəni, bu da sadə olacaq, ona görə sonsuzdur. Əslində cavabınız yenə doğru idi və məncə çox yaxşı idi. Həqiqətən riyazi bazanız yaxşıdır. Gəlin bu haqqda biraz da digər şagirdlərimiz üçün belə deyək, izah edək. Bizim məsələn bir n ədədimiz var. Bir daha yaxşı yazma çalışsam. N və bu bizim istənilən bir sadə ədədlərimiz olsun. Məsələn P1, bu olsun P2, bu olsun P3, bu olsun P4. Bu formada geçsin. Deyək ki, sonlu bir sayda n dənə bizim sadə ədədimiz var. Biz ən axırıncı gəlib P-N-ə vuracağıq. P1-dən P-N-ə kimi bütün sadə ədədlərin hasilinin üzərinə 1 gəldiyimiz zaman cavab yenə sadə edəcək. Gəlin bunu burada daha yaxşı izah edə bilərəm, düşünürəm ki, bizim məsələn n dənə mənim yazdığım kimi sadə ədədimiz var. Bunların hər birini bir-birinə vururuq və cavabımız alınan nəticəmizin üzərinə 1 gəlirik. Bizim n'imiz yenidən sadə olacaq. Çünki n burada gördüyünüz heç bir rəqəmə bölünə bilməz. Niyə? Çünki biz belə deyək də həmin ədədin hasillərinin üzərinə 1 gəlmişik. Zaten n'dən 1 kiçik olan ədəd bütün sadə ədədlərə bölünür. Bəs n'in özü necə bölünə bilər? Axı aralarındakı fərq 1-dir. Xatırlayırsınızsa, dərsin başında biz demişdik ki, eyni tipli ədədlərin bölünə bilməsi üçün aralarındakı fərqlərin də bölünməsinə ehtiyac var. Və burada aralarındakı fərq 1-dir və bu qədər kiçik bir fərqdə bu qədər çoxlu ədədlərin bölünməsi demək olar ki, mümkünsüzdür. Mümkünsüzdür dedikdə, yəni demək olar ki, dedikdə mümkünsüzdür həqiqətən də. Və daha burada aydın yazıb, deyib ki, yəni 2 ehtimal var. Ya n'in özü sadə ədəddir, yəni bizim dediyimiz, ya da ki, n siyahımızda olmayan başqa bir sadə ədədə bölünür. Yəni, siyahımızda olmayan başqa bir sadə ədəd varsa, deməli, sadə ədədlər sonsuzdur. Çünki biz siyahıda bütün sadə ədədləri yazaq. Yəni, hər iki yolda da sadə ədədlərin sonsuz olduğunu görürük və bu da bu formada isbatlanmış olur. Bu daha çox maraqlı sualdır. Hətta ki, bu mövzu haqqında düşünürəm ki, bizim bir projemizdə, belə deyək, proyektimiz də olacaq. Çünki Princeton Mass Camp'ın daxilində belə Computational Evidence-də həqiqətən də girib araşdıra bilərsiniz. Kompüterlərin daxilində mesaj göndərilən zaman çox yaxşı bir kodlama sistemi var ki, 2 dənə sadə ədədi bir-birinə vururlar və alınan nəticəyə əsasən mesajlar daha çox göndərilir. Belə bir kodlama sistemi var. Həqiqətən də girib araşdırsanız görəcəksiniz və bir layihədə o haqdadır. Sadəcə mənə həmin layihə verilməyib və layihələr hələ ki təqdim olunmayıb. Ona görə tam olaraq məlumatım yoxdur. Ancaq buna bənzər bir layihə idi. Bizdə riyaziyyatda phi n, yəni istənilən bir n yazırıq mötərizənin daxilinə və önünə phi yazdıqda bir Euler funksiyası ortaya çıxmış olur. Phi n nə deməkdir? Phi n n-dən kiçik və n ilə qarşılıqlı sadə olan natural ədədlərin sayıdır. Bunun hətta bir düsturu da var. Bir çoxunuz bəlkə də Dövlət İmtahan Mərkəzinin imtahanına hazırlaşarkən və yaxud fərqli yarışmalara hazırlaşarkən bu düsturu görmüsünüz. Biz n-dən kiçik olan n ilə qarşılıqlı sadə ədədlərin sayını tapa bilmək üçün bu düsturdan istifadə edirik. Gəlin düsturu məsələn hər hansı bir rəqəmdə də tətbiq edərək. Məsələn olsun 76 və yaxud da daha sadə bir rəqəm olsun. Olsun məsələn 12. Bizim 12-dən kiçik və 12 ilə qarşılıqlı sadə olan natural ədədlərin sayını tapmamağımız üçün, yəni tapa bilərik də, daha böyük rəqəmlər olduqda onu saymamağımız üçün bizim daha tricky bir yolumuz var. Biz bu düsturu onun yerinə qoyuruq. Məsələn, phi yazırıq önünə.
12 yazırıq. Mötərizə daxilinə aldıq. Və 12 vurulsun. 12-nin P1 və P2 sadə vurğularıdır. Bunun sadə vurğularının hansıları var? 3 var. Bir də 2 var. Çünki 12 6 vur 2-dir. Yəni daxilində 1 də 2 olmağına baxmayaraq biz sadəcə sadə vurğularını istədik. Təkrar olanları deyil. Məsələn də biz tutaq 36-nı. 36-nın daxilində 9 var. 9-da da 2 dənə 3 var. Yəni 36 2 ədəd 3-ə bölünür. 2 dəfə 36-nı biz 3-ə bölə bilərik. Ancaq bizim istədiyimiz hər sadə ədəddən bir dəfə istifadə etməkdir. Və burada da eyni versiya ilə edəcəyik. Mötərizədə yazırıq 1 minus 3-də 1 vurulsun 1 minus 2-də 1. Yəni 12 vurulsun 3-də 2 vurulsun 2-də 1. 3 ilə 2 ilə 2 ixtisar gedəcək. 4. Yəni 12-dən kiçik, 12 də qarşılıqlı sadə olan natural ədədin sayı 4-dür. Və gəlin buradakı suallarımıza baxaq. Burada 4 ədəd sualımız var. Düşünürəm ki, hərəsinə maksimum 2 dəqiqədən hesablasaq, ya da 1 dəqiqədən hesablasaq, 5 dəqiqə zamanımız var. Zəhmət olmasa 47-yə qədər bu sualların çalışdığınız qədərini chat bölməsində yazın. Bu arada 17 dəqiqə sonra dərsimiz yekunlaşacaq. Təbii ki, 5 dəqiqə artıq və yaxud 5 dəqiqə əksik ola bilər.
Gəlin artıq izahlar keçək. Biz biraz öncə nə demişdik? Bir daha xatırlayaq. N n-dən kiçik və n ilə qarşılıqlı sadə olan natural ədədlərin sayıdır. Və bizim burada 4 ədədimiz var. 9-da sadəcə olaraq 2, 3 var. Və biz nə demişdik? Demişdik ki, əgər bizdə 2 sadə vuruğumuz varsa və yaxud sadə vuruğun kvadratı varsa, 2 sadə vuruğu olarsa problem deyil. Eyni sadə vuruğun hasili, yəni eyni sadə vuruqdan bir neçə dəfə ədədimiz bölünərsə, o zaman onu biz bir dəfə hesablayırıq. Necə ki 9-da 1 vurulsun, 1 minus 1 vurulsun, bölünsün 3 kimi yazmışıq. Bunun səbəbi nə idi? Biraz öncə dediyim kimi, yalnız 3-dən istifadə etdik. Və ona gəldiyimiz zaman 10 2-yə və 5-ə 2 sadə ədədə bölünür və bunu da necə yazırıq? 10-un 1 minus 2-də 1 və 1 minus 5-də 1 kimi çıxılmasına. 12-də 2 və 3. Mən biraz öncə burada da hətta vuruqları ayırdığımda gördünüz. Buradakı 3-ün üzərindən xətt çəkdim. Niyə? Çünki 3 təkrarlanmışdı. Burada isə 2-nin üzərindən xətt çəkdim. Çünki 2 təkrarlanmışdı. Burada yenə 3-ün üzərindən tək çəkmişdim. Çünki 3 təkrarlanmışdı. Burada isə yalnız 1, 3 və 1, 2. Burada da 3 və 5. Növbəti olaraq Fermatın belə deyək, kiçik bir teoremi var. Sadəcə adı belədir. Bizə deyir ki, əgər P sadə ədəddirsə və A P-yə bölünmürsə. Yəni, bizim P adlı sadə ədədimiz var və A ədədimiz P-yə bölünmür. Onda A-nın üzəri P-1, yəni A-nı özünə P-1 dəfə vursaq, onun P-yə bölünməsindən qalıq 1 alır. Ola bilər ki, aranızda kimsə mod bilmir. Məsələn, bunu belə də yaza bilərik də. P-yə böldükdə, bu bölmə işarəsidir, qalıq 1. Bu teorem böyük üslü ifadələrin modulunu tapmaq üçün istifadə olunur. Üstü P-1 və yaxud da bölmək üçün sadələşdirmə aparır. Bir daha əslində izah etsəm daha yaxşı olacağını düşünürəm. Çünki kifayət qədər dərk etməsi çətindir və yaxud da ki, ədədlər arasındakı bağlantını anlamaq. Deyir ki, bizim P adlı bir sadə ədədimiz var və A P-yə bölünmür. Yəni, bizim A-mız P-mizə bölünmür. P-ni isə burada yazaq. O zaman A-nı P-1 dəfə özünə vursaq, A vursun, P-1, biz onu P-yə böldükdə qalığımız hər zaman 1 edəcək. Bu teorem böyük ifadələrdə hesablanır. Niyə? Çünki gördüyünüz kimi burada biz P-yə fərqli rəqəmlər verə bilərik, A-ya da fərqli rəqəm verə bilərik. Ancaq, yəni təbii ki, A bir şərt vermişdir də bizə. P-miz sadə olmalıdır və A P-yə bölünməməlidir. Bu şərtlər daxilində bu ifadəni hər hansısa bir yerdə yoxlaya bilərsiniz. Hər zaman doğrudur və böyük ədədlər üçün istifadə olunur. Burada bizə 2 tip sual verildi. Gəlin hətta belə edək. Düşünürəm ki, almır səbəbini bilmədim. Qısaca bu sualları etmək lazımdır. Mən yenə də olsun bir belə deyək də qayda ilə əlaqəsini yaradım. Düşünürəm ki, aranızda mod bilməyənlər ola bilər. Deyir ki, bunu 11-ə böldükdə, bunu isə 8-ə böldükdə, 7-yə böldükdə daha doğrusu.
qalıq neçə alınır? Yəni bizi 2 üstü 100-ü 7-yə böldükdə və 3 üstü 50-ni 11-ə böldükdə alınan qalıqları tapmağımız lazımdır. Hər ikisindən. Biz qaydamızda nə demişdik? Demişdik ki, bir ədədin üzərində ədəd çıxılsın bir dəfə bölünsün ədədimiz hər zaman 1 qalıq verir. Gəlin həllinə baxaq. Bizim A sualımızda 2 üstü 100 7-yə böldükdə alınan qalığı soruşurdu. Teorema görə 2 üstü 6-nı biz mod 7-də, yəni 7-yə böldükdə qalığı 1 ala bilərik. Niyə? Çünki biz biraz öncə yazmışdıq ki, A üstü P minus 1 bölünsün P bərabərdir 1. İndi burada da onu deyir də. Deyir ki, mən əgər A sualında P-mə 7 verdimsə, A 7 minus 1 bölünsün 7 daha 1. Təbii ki, bu qalıqdır. Bunu unutmayın. Burada da 1 qalıqdır. Və bizdə bu ifadədən A üstü 6 çıxarda bilərik və bizim də A-mızı 2 verib. Yəni, buradan da elə çıxır ki, 2 üstü 6 bölünsün 7 qalığı hər zaman 1 edəcək. Və bunu biz necə hesablaya bilərik? Biz 2 üstü 6-nın 7-yə böldükdə qalığının 1 olduğunu anladıq. İndi isə biz 100-ə böldük. Artıq 2 üstü 100-ün neçə olduğunu tapmalıyıq. Sadəcə bizim 100-ə yaxınlaşa bilməyimiz üçün biz bilirik ki, artıq bunu 6 vurulsun 16 formasında yaza bilərik. Niyə biz 6 vurulsun 16 formasında yazdıq? 100-ün biz ola biləcək ən böyük 6-ya bölünən rəqəmini tapmağa çalışdıq. Çünki 100-ü 6-ya böldükdə cavab 16, qalıq 4 eləyir də. Mən 16 dəfənin 6 üstə gəlsin 4 formasında yazıram ki, daxilindəki 6-ları çıxarda bilim. Və buradakı 6-ları ixtisar eləyə bilirəm. Niyə? Əslində ixtisar eləyə bilirəm də, istifadə edə bilirəm. Niyə? Çünki hər birində qalıq 1 alınırdı. Və sonda isə qalıq əlavə olaraq 4 alınacaq. Necə ki, burada da 16 üstü 1, yəni 1 üstü 16 daha doğrusu. Çünki 16 dəfə qalıq 1 alınıb və 1, 16 dəfə olsa belə cavab dəyişməyib. 1 üstü 16 vurulsun 16 kimi qalıb və qalıq da 16-dır. Və bunu biz bilirik ki, 7-yə böləndə cavab qalığımız 16-dan böyük ola bilməz və bizim maksimum tapa biləcəyimiz ədəd 14-dür. 14-dən də, yəni 16-dan da 14-ə çıxdıqda nəticə 2 qalır. Eyni formada buradadır. Düşünürəm bu sizin üçün nisbətən daha asan olacaq. Bir ədədimiz var və onun üzərində P-1 kimi görürük. Bu zaman biz daha doğrusu P-1 kimi görməliyik və P-miz 11-dir. P-miz 11-dirsə, biz P-1-i 10 kimi görə bilərik. Yəni 3 üstü 10-umuz 11-ə böldükdə qalığı bizə 1 verməlidir. Əgər 3 üstü 10-umuz 11-ə böldükdə qalığı 1 verirsə, o zaman 3 üstü 50-miz 10 vurulsun 5 kimi göstərə bilərik. Niyə? Çünki burada 10 idi, burada 5 idi. Yəni 5 dəfə daha artıqdır. Qısaca biz 3 üstü 50-ni 3 üstü 10, üstü 5 kimi göstəririk və oradan da qalığımız 1 üstü 5 yaranır. 1 üstü 5-in də qalığı 11-ə böldükdə 1-dir. Yəni cavabımız burada da 1. Bugünkü dərsimizdə biz ədədlər nəzəriyyəsində bəzi arxitekturalara baxdıq. Çətin olmayacaq suallar idi. Ancaq əsasən bunlar riyaziyyatın təməlini belə deyək, qurur. Əgər bunları biz ibtidai sinifdə bu tipli dərslərlə məktəbə başlasaydıq, böyük ehtimalla olan şagirdlərin heç bir gələcəkdə düstur əzbərlənməyəsi idi və yaxud da ki, fərqli bir olimpiad hadisəsi olacaqdı. Çünki bunlar həqiqətən də insanın belə deyək də təfəkkürünü inkişaf etdirir və bu təfəkkürün inkişaf etməsi nəticəsində rəqəmlərin və ədədlərin arasındakı bağlantını daha aydın görmək olur. Biz nə keçmişdik? İlk öncə biz bildik ki, əbob qarşılıqlı sədə ədədlərdə 1 olur və təməl bölünmə xassələrindən biri
bizim əgər m-imiz d-mizə bölünürsə və n-imiz də d-mizə bölünürsə, n-i neçəyə vururuqsa vuraq, m-i neçəyə vururuqsa vuraq və onları toplayaq çıxaq fərq etmir. Hər zaman d-mizə yenidən bölünürlər. Qarşılıqlı sadəlik var. Biz yazdıq ki, əgər A B-nə qarşılıqlı sadəliksə, bu işarə ilə ifadə olunur və bu sualların şərtində də belə ola bilər. Və n kvadratı tək cüt. Bu necə idi? N-imizin tək ədəd olduqda 2k plus 1, cüt ədəd olduqda 2k kimi göstərirdik. Sadə ədədlərin sonsuz təbiəti, yəni Evklid, biz isbatladıq ki, sadə ədədlər sonsuzdur və bunu da Evklid teoremindən etdik. Yəni sadə ədədlərin hasilinin üzərinə 1 gələrək və bunu da əlavə edə bilərəm ki, biz dedik ki, bunun hansı yoldan etdik? Əksini söyləyərək, çünki bəzi nisbət suallarında əksini ifadə etmək lazımdır. Və mürəkkəb modulyar qanuna uyğunluqlar və Euler, hansı ki, ədədin özündən kiçik qarşılıqlı sadə ədədlər ilə belə deyək, sayını tapırdıq. Və bir də Fermat, burada ən son keçdiyimiz Fermatın kiçik teoremi. Ümid edirəm ki, dərs hər biriniz üçün yetərincə maraqlı və öyrədici keçdi. Aha, Euler funksiyasının isbatı nədir? Gəlin. Bunun, məncə mən bunu sizə şəxsən atıram. Çünki əslində bir ara maraqlanmışdım. Tam olaraq yadımda deyil. Adınız bircə dəqiqə baxacam. İbrahim Mixailov, sizi qrup chatında görmüşəm bildiyim qədərilə. Əgər bu məlumatı öyrənsəm, elə ümumiyyətlə qrupa atacam. Mənim üçün də maraqlıdır. Qrup şəklində bunu araşdırarıq. Əlavə olaraq hər hansı bir sual olan bir kəs varsa, dərsimiz yoxdursa, dərsimizi yekunlaşdırmaq olar. Kiminsə bir sualı var? Tamam o zaman. Düşünürəm ki, hər biriniz üçün yetərincə maraqlı bir dərs oldu. Gəlin dərs görüşənədək. Sağ olun. Sağ olun. Sağ olun.